Dəyərli izləyicilərim, hamınızı salamlayıram, mənim mətbəximə xoş gəlmisiniz. Bugün bir izləyicimizin istəyi, xahişi üzərinə sizinlə toyuq ləvəngisini hazırlama qaydasını paylaşacaq. Əgər sizin üçün maraqlıdırsa, buyurun başlayaq. İstifadə edəcəyimiz ərzaqlar ən əsası toyuq. Buna uyğun toyuğun içərisini tam doldurmaq üçün ləvəngi hazırlayacaq. Mənim toyuğum balacadır, bir qədər balacadır, tez bişən cücədir. Ona uyğun olaraq mən ləvəngi hazırlayacağam. Əgər sizdə toyuğunuz böyükdürsə, təbii olaraq bir qədər artıq ləvəngi istifadə olunacaq. Ləvəngi üçün lazım olan ərzaqlar qoz ləpəsi, nar turşusu, lavaşana turşu. Mən lavaşana turşusunu qırmızı alçadan hazırlamışam. Hər iki turşunun hazırlama qaydasını artıq sizinlə paylaşmışam. Bir daha linkini videonun altında paylaşacağam. Maraqlananlar girib baxa bilərlər. Baş soğan, istiot və duzdan istifadə edəcəyim. İşə ləvəngini hazırlamaqla başlayırıq. Bunun üçün birinci qoz ləpəsini ətçəkən maşından keçirdirik. Qozu çəkəndən sonra bir kənara qoyuruq və baş soğanları çəkirik. Onun üçün qabın hara ki soğanı çəkirik, onun içərisinə belə süzgəc yerləşdirmişik ki, bu soğanın suyu axsın. Süzgəcdə bu hissəsi qalsın. Ləvəngi Lənkəran mətbəxinə aiddir. Lənkəranlar da bunu qırmızı soğanla hazırlayırlar. Mən də onu iki orta baş soğandan istifadə edirəm. Birini qırmızı götürmüşəm, digərini isə ağ baş soğandır. Soğanı da çəkdim. Gördüyünüz kimi içərisində süzgəc var. Suyu axıb qabın içərisinə töküləcək. Gördüyünüz kimi soğanı çəkdim və süzülməyə qoyuram. Biraz qaşıqla belə sıxıram ki, suyu axsın. Tam suyunu süzürəm. Və bir kənara qoyuram, başlayıram qırmızı alçadan hazırladığım lavaşana turşunu islatmağa. Az suda isladıram. Üzərinə su əlavə edirəm. Qoyuram islansın. Lavaşana turşunu islatdıq və yumşalmağı üçün bir kənara qoyuruq. İndi baxın soğan suyunu süzdüyümüz sudan bir qədər bir qabın içərisinə tökürük. Yəni mən soğanın suyunu atmıram, ondan istifadə edirəm. Və nar turşusundan da götürürük. Nar turşusundan bir qədər götürüb onun içərisinə bir çay qaşığı götürdüm, əlavə etdim və duz da əlavə edirəm. İstiot zövqə görə və yaxşı qarışdırıram. Soğan suyunun içərisində nar turşusunu həll edirəm. Nar turşusunu, duzu yaxşı həll edirəm. Tam qarışdırandan sonra artıq hazırdır, məhlumumuz hazırdır. Mən toyuğu da yaxşı yumuşam. Kənd toyuğu olduğuna görə üzərində tükləri olur, onları ütmüşəm. Və toyuğumuz hazırdır. Onun üzərinə həmin məhluldan çəkirəm hər tərəfinə. Yaxşı əlimlə sürtürəm.
Üzerine çəkəndən sonra içərisini də əlimizi salıb onun içərisinə də çəkirik. Hər tərəfinə bir sözlə qarışıqdan çəkirik. Toyuğun hər tərəfini həmin qarışıq çəkəndən sonra artıq toyuğumuz hazırdır. Bir kənara qoyuruq və içimizi, yəni ləvəngini hazırlamağa başlayırıq. Artıq lavaşana turşu da islanır. Onun üçün içərisində belə qarışdırıb həll edirik. Qozu, çəkdiyimiz qozu götürüb bir qabın içərisində üzərinə çəkdiyimiz soğanı əlavə edirik. Soğan bir daha deyirəm, suyu tam sıxılmalıdır. Soğanı əlavə edəndən sonra üzərindən islatdığımız lavaşana turşunu əlavə edirik. Və nar turşusundan da bir qədər əlavə edirik. 2 növ turşudan istifadə edirəm. Həm nar turşusu, həm də lavaşana turşu. Duzunu əlavə edirik zövqə görə və istiyot. Yaxşı-yaxşı qarışdırırıq. Artıq içliyimiz hazırdır. Onu toyuğun içərisinə doldururuq. Ləvəngini belə də hazırlamaq olar. Soğanı əgər çəkmirsinizsə, çəkmək istəmirsinizsə, onu xırda-xırda doğrayın. Biraz yağın içərisində biraz çevirin, toğlayın. Sonra qozu çəkib üzərinə əlavə edib qarışdırıb da hazırlaya bilərsiniz. İçərisinə doldururuq. İçərisi tam dolsun. Hazırladığım ləvəngini toyuğun içərisinə doldurandan sonra qarın hissəsini tikirəm. İynə sapla yaxşı tikirəm. Toyuğun qarnını tikəndən sonra sapı qırmadan elə ayaqlarını çarpazlayıb bağlayırıq. Bu formada sapı dolayırıq. Və kəsirik. Mən onun qanat hissələrinin sonluğunu, onu çoxları kəsirlər. Mən onları kəsmirəm. Yəni sürədə veriləndə, sonra yeyəndə kəsib atmaq olar. Amma sürəyə veriləndə o gözəlliyi üçün onu saxlayıram. Həmin hissələr tez yandığından həmin hissələrə falqa ilə bağlayıram ki, yanmasın. Çünki nazikdir, onlar tez yanırlar. Bu formada falqa dolayıram üzərinə. Artıq hazırdır, sobaya verə bilərik. Mən toyuğu belə bir şüşə qabın içərisində, soba üçün nəzərdə tutulan şüşə qabın içərisində pişirəcəyəm. Əgər siz də şüşədə və yaxud da saxsı, soba üçün olan saxsı qablarda hazırlayırsınızsa, əvvəlcədən onu
sobanı isitməyin. Çünki bu təhlükəlidir. Qoyanda yandırın. İsti sobaya birdən verəndə, çünki bu belə qablar istidən, soyuqdan təsirlənir, çatlaya bilər. Ona görə də mən sobanı qoyanda yandıracağam. Əvvəlcə kərə yağı ilə, onun xüsusi dəmiri var üzərində, içərisində. Bu da onu toyuğu biraz yuxarı saxlayır. Əgər sizdə sobanın xüsusi özündə olur elə dəmir şəbəkələr, onu sobanın tavasının istinin içərisinə qoyun, bir qədər toyuq yuxarıda qalsın ki, onun artıq yağı, suyu axıb həmin qaba töküləndə o suyun içərisində qalmasın, yaxşı qızarsın, pişsin. Baxın, bu qaydada mən onu sobaya verirəm. Sobanın dərəcəsi, əvvəlcə sobanı az dərəcədə, yəni 150 dərəcədə qoyuram. Birdən-birə çalışıram ki, yavaş-yavaş pişsin, birdən-birə od almasın, qazı çox olmasın. Sonra baxacağam, sonradan artıra bilərəm. İndi sobaya aparım. Artıq mən toyuğu sobadan çıxardım. Mən onu sizə deməyi unutdum. Mənim toyuğum kənd toyuğu olduğunda nə qədər tez pişən də olsa, broiler qədər tez pişmir. Ona görə də mən onun içərisinə yarım stəkan su tökdüm. Qabın içərisinə yarım stəkan su tökdüm ki, daha yaxşı pişsin. Və 150 dərəcəli sobada onu artırmadan pişirdim bir saata. Artıq hazırdır. Üzəri gördüyünüz kimi yaxşı qızarıb. Qanadlarını açıb ət yeməklərini tərəvəzlərlə yeyiləndə daha da faydalı olur. Ona görə də mən onun yatağını düzəltmişəm. Qabın içərisinə kahlar düzmüşəm. Tərəvəzlərlə bəzəmişəm. Baxın, bu da mənim hazırladığım ləvəngi idi. Əgər bəyəndinizsə, bu videonu like etməyi və kanalımıza abunə olmağı unutmayın. Siz də hazırlayın, Nurşu.